bu Rufo Gencinski'nin anası, bacısı, körpəsi, əzizləri söyləsi deyildi axı. Niyə söydünüz? Çünkü ben defalarla bazı momentler olmuştu bu hayatta bilip bilmekle söylemişti. Onlara göre suç götürmüş. Benden açık söhbəti basık kalın. Şəxsən Rufo Gencinski'yə 135 min əlbəyər pul saymısınızmı? Özünə şəxsən. Özüne yok olmadan baktım mı? Nə olsun? Ay bə, Rövşən Lənkəranski neçə ildir rəhmətə gedib. Allah rəhmət eləsin, ya lotu puli. İndi bəlkə 1000 adam deyir ki, 10 adamıyam. Bəlkə 10 bin adam deyir, 10 adamıyam. Çok bölündedir. Ha? Yine bölündedir. Hə? Necə? Yine bölündedir. Bölün. Yine bölündedir. Siz o Rufo Gencinski'nin şəxsən görüşürsünüz. Şəxsən görüşürsünüz. Əlbəyə salam veribsiniz. Oturursunuz. Harda? Məsələn. Moskva'da. Moskvada oturmuşsunuz, görüşmüşsünüz. Ola bilər ha, Moskvada. Neçə il qabaq? 5. Neçə il qabaq? 2024 sentyabrın 24'ünden 29, 28'e 4005. 4 gün 5'də. Bu başqa problemlə bağlı görüşmüşdünüz, yoxsa imeni bu problemlə? Bu da vardı, başka da vardı, bilen de vardı. Ama bu hak söhbətində haqqa girəsən, anladasan, taymazlıq edirsən, düzü danışanda gəlib döydürəsən, kişi döyər, amma bir nəfərin üstünə 100 nəfər düşsən, yetə hamı döyər. Yox, o döymək aydın məsələdir. Döyərlər də pis vəziyyətə düşərsən, anlatsız olar. Bax, qorxaq olsaydı, belə döyəndən sonra gətirən, can şirin şeydir, danışmaq, onları Abi, siz haqlı ola bilərsiniz, mən sizə demirəm haqlı. Siz haqlı ola bilərsiniz, amma sizi haqsız duruma salan o söyüşlərinizdir. Yəni, mən demirəm siz haqlı deyilsiniz, siz haqlı durumdasınız, amma sizi söyüş söyməyiniz sizi 1000 dəfə haqsız duruma salır, bir dəfə də yox. razıyam. Rufo Gencinski deyilən adamı söymüşdü Tural və nəticədə Rufo'nu da sevən adamlar, deməli bu adamın bütün sosial şəbəkələrdə videoları var, döyüblər, dəhşətli dərəcədə bir neçə adam və videosunu çəkiblər, üzr videosuna. Rufo'nun özündən xoşun gəlməyə bilər, amma ailə, uşaq özün də bilirsən ki, bizim millət elə mentalitetə çox dəyər verəndir. Sizə döyəndə nə tələb eləyirdilər döyməkdən? Soyub döyürdülər, söhbətim də açıq qalır. Və ağzınızda neçə gündür bu hadisə olub? Ağzınızda bir dənə diş yoxdur. Yəni bunlar hamısı vurub töküblərmi? Yoxsa implanta görədirmi? Nədir? Protez olarak 2 tane de implantı söküblər. Protez, implant qoyanda 2 dənə qoyurlar. Nə qədər olmasa ağızda bir olur da o. İmplantı bir kişinin zədəliyiblər, o dəmirləri. Dəmirlər zədəliyiblər, ağzınızda baxıram dişlər yoxdur. Gözünüz hər iki belə, gözlər belə gömgöyd, indi istəmir efirdə. Belə gördüm. Bu tərəfə... Dedim bir şey yalvarmışam. Dedim ki, qurba olun, mənə bir dənə su verin, 10 saniyə saxlayın, su verin, yerə döyərsiniz. Suyu yerə tökürdülər, vermirdilər. Mənim davadır, söhbətim söhbətdir, axıra kimi də gedəcəyəm. Kişi döyərsə, amma parapsikolik döyük var, bulgur dəstədir. Siz deyirsiniz ki, bu adamlara nə qədər pul veribsiniz? 100 neçə min? 135 min dollar, bir maşın o burada. Həyatını al, həyatını mərd elə, məni döyük. Bir dəqiqə. 135 min dolları siz hardan aldınız ki, verdiniz onlara? Ben zaten pulum var, ben biznesmenim. Ben içinden abo yesinəm. Hər bir vagonda mən puan qədər pul qazansın. Ben Tehran'dan elektrot vururdum. Mastodrev'den laminat vururdum.